Çak. Hop. Siz motosiklet sürənlər, o zaman sizdə bir dəfə olur. Sağlamlığınıza riayət edin, təhlükəsizlik qaydalarına əməl edin. Bildiyiniz kimi 2 gün ərzində hardasa 4-5-ə yaxın qəza olub və bunun bir də mənim dostumdur, tanışımdır. Və bu qəzaların səbəbi bilirsiniz nədir? Havalar artıq isinir və qanın qaynayan vaxtıdır dediyimiz dövrlər yetişir. Bu zamanlarda insanlar daha çox diqqətli olmalıdır. Yol hərəkəti qaydalarına və ümumiyyətlə yol davranışına qarşı daha diqqətli olmalıdır. Həm maşınlar, həm motosikl sürənlər və ümumiyyətlə bütün yol hərəkət iştirakçıları daha diqqətli olmalıdır. Xüsusən də motosikl sürənlər. Bu qəza törədən dostlarımızın çoxu yaşı və təcrübəsi az olan dostlarımızdır. Nəyə görə? Ümumiyyətlə təcrübə yolda qabağını qaldırıb sürmək, normal manevralar eləmək demək deyil də. Təcrübəli sürücü hər riski görə bilən, hər təhlükəni qabaqcadan sezə bilən sürücülərdir. Təbii ki, o demək deyil ki, təcrübəli sürücü qəza eləmir, amma nəticə olaraq qəza eləmə faizi əsasən bu gənclərimizindir. Gənc dediyimə baxmayın, mənim də artıq 30 yaşım var, yəni az yaşım yoxdur. Ona görə bunu demək özümə borc bilirəm. Xahiş edirəm sizdən daha diqqətli olaq, daha həssaslı olaq bu mövzularda. Çünki insana can bir kərə verilir və motosikl sürmək, moto sürən hər kəsə aiddir ki, siz səhv eləməməlisiniz. Siz səhv eləyəcək ən axırıncı insansınız. Ona görə həmişə diqqətli olun, hər zaman yola qarşı həssas olun. Bütün bir sözlə yol hərəkət qaydalarına əməl eləyin. Yəni bir sözlə əgər girə bilmədiyiniz bir yer varsa, ora ümumiyyətlə girməyin. Ona görə sizə səhvsiz, diqqətli və hər zaman idarə etmənin sizdə olduğu bir moto sürüşləri arzulayıram. Diqqətli olaq yolda.